Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullahi və bərakatuh. Əziz Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Şaban ayının son günlərində Ramazan ayının gəlişi münasibəti ilə Ramazan ayının fəzilətlərini bəyan edən xütbə söyləmişdir. Və bu xütbənin kiçik bir hissəsini biz ayrıca yazdıq. İnşallah indi onu oxuyarıq və bacardığımız qədər tərcümə etməyə çalışarıq. Quran-ı Kərimin oxunuşu ilə çox gözəl bir əlaqəsi var. Qalə Rasulullah sallallahu aleyhi və alihi və səlləm. Allahın Rasulü dedi. Və mən və hər kim tələ tilavət edə, oxuya, fihi onda. Burada hu olmalıdır əslində. Hu xütbənin yuxarısında Ramazan ayından ki danışılır. Ramazan ayına işarədir. Hu damiridir. Bəs nəyə görə burada kəsrə olmuşdur? Çünki burada özündən əvvəl fi hərf-i cəri gəlir. Ona görə özündən sonrakını kəsrə edir. Mənası da dadə. Fihi onda və yaxud bu cür nəzərimizdə tuta bilərik ki, fi şəhru Ramazan, Ramazan ayında əyətən bir ayə, minəl Qur'an, min dandən yenə hərf-i cərdir, sonunu kəsrə edir, Qur'andan. Və mən tələ fihi əyətən minəl Qur'an və hər kim oxusa Ramazan ayında bir ayə Qur'andan kənə olar, ləhu onun üçün, mislu əcri savabının bərabəri olar. Mən xatəməl Qur'an o kəs ki xətm edir Qur'anı nə vaxt? Fi qayrihi minəş-şuhur. Hi burada yenə Ramazan ayına qayıdır. Ramazandan qeyri aylarda Qur'anın xətminin savabına bərabər olur. Ümumi tərcüməmiz bu cür olur ki, və hər kim Ramazan ayında Quran-ı Kərimdən bir ayə oxusa, digər aylarda bir şəxsin bütöv Qur'anı xətm etməsinin savabına bərabər olur. Uca Allahımız görün bizə Ramazan ayında nə gözəl fürsətlər verir. Allahdan kömək istəyək ki, bu gözəl fürsətlərdən inşallah istifadə edə bilək və bunun üçün inşallah biz özümüz də çox çalışmalıyıq. Esselamu aleykum və rahmetullahi və bərakatuh.